Biz Qax rayonunun Qaratala kəndindən bir ata ilə tanış olduq. Bu ata fiziki qüsurlu bir atadır. Bu atanın ana da fiziki qüsurludur və bu ata ilə ana birləşərək 3 qız övladını işləyə-işləyə onların məhz oxuması üçün çalışıblar və nə ata yazıb oxuya bilmir, nə ana yazıb oxuya bilmir. Amma hər iki valideyn fiziki qüsurlu olduğu halda onlar uşaqlarının oxuması üçün hər şeyə hazırdılar və edirlər. Gəlin onu hamımız tanıyaq. Əhsən o valideynlər, ata-anaya əhsən. Atam bizdən ötürü əziyyət çəkir. Mən həmişə atamı çox istəyəcəm. 3 qızım var, gecə-gündüz istəyən kasıbam, maddilər neçəsə. Mən istəyəsi mənim uşaqlarım oxusun. Amma nə, milyondan da azızdır. Mənim oğlum fiziki qüsurludur. Mən onu evləndirəndə mənə dedilər, sən ailə qurur. Oğlumun 3 qızı var. Mənim oğlum kəndin mal növbəsinə, qoyun növbəsinə, ayrı bəzi fiziki işləri gedir, uşaqlarına çörək qazanır. Mən və atası ona dayaq oluruq ki, oğlum çallaşsın, biz də çallaşaq, onun evlatları ali təhsilli, yaxşı, sağlam evlatlar olsun. Mən oxumamışam, yoldaşım da oxumayıbdır. Uşaqlarım üçün ali təhsilli olsun. Bu uşağımı birisilə məktəbə qoymuşam, oxumaqdan kəndi. Çox toxundurucu bir sujet idi, çox. Mənə çox toxunur. Ələxüsusda mən həmişə deyirəm ki, atalar, bu dünyada valideynləri olan kəslər, heç vaxt deyirəm ki, mən heç vaxt deməm, həmişə deyirəm ki, heç vaxt ata sığalı başınızın üstündən əksi olmasın.